Naxçıvan Maarifi sənədli bədii filminin təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası tarix boyu Azərbaycan elminə, ədəbiyyatına və ictimai fikrinə mühüm töhfələr verən görkəmli şəxsiyyətlər yetişdirib. Bildirilib ki, bu zənginlik regionda maarifçilik ənənələrinin formalaşmasına, elmi və mədəni mühitin inkişafına ciddi təsir göstərib və bu gün də həmin ənənələr davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Təhsil naziri İlxan Nəcəfov isə vurğulayıb ki, Naxçıvanda maarifçi hərəkatın öyrənilməsi yalnız tarix baxımından deyil, müasir təhsil siyasəti üçün də mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, xalq maarifinin inkişaf mərhələlərinin araşdırılması pedaqoji fikir tarixinin zənginləşməsinə, eyni zamanda müasir dövrdə qabaqcıl təhsil təcrübələrinin tətbiqinə imkan yaradır. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valihov bildirib ki, müəyyən tarixi dövrlərdə Naxçıvanda maarifçilik hərəkatı yüksəliş mərhələsini yaşayıb, elm və təhsil sayəsində mühüm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə Naxçıvan maarifçiləri yalnız ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə cəmiyyətin inkişafı naminə fəaliyyət göstərərək ictimai tərəqqiyə töhfə veriblər. Filmin sponsoru olan Veysəloğlu Şirkətlər qrupunun fəaliyyəti barədə video çarx nümayiş olunub. Şirkətin təsisçisi Aydın Talıbov çıxışında bildirib ki, Naxçıvan Maarifi filmi şirkət üçün yalnız mədəni layihə deyil, həm də təhsilə investisiya, milli mənəvi dəyərlərin qorunması və cəmiyyətin gələcəyinə töhfə kimi qiymətləndirilir. Sonda Naxçıvan Maarifi sənədli bədii filmi nümayiş etdirilib. Cəlil Məmmədquluzadəyə məxsusdur. Cəlil Məmmədquluzadə Mehrəm məktəbində 8 Azərbaycanlı qızın təhsilinə nail olmuşdur. Samiq Nuriyev, xanım Rüstəmzadə, Rəşad Əkbərov, NTV Xəbər. Əxtər və tərbiyə məktəbləri ilə yanaşı qız məktəbi də təsis etdiyi haqqında məlumat var.